Deməli dostlar, Avropadan herkese salamlar. Avropa en rahat gelmeyin yolunu size anlatıram. Belki de buna göre beni qovacaqlar Avropada. Ama olsun. Mən Avropada könüllərdə işləyirəm. Fransa, Almanya, İsveçrə, başqa ölkələrdə də hara göndərsələr oraya gedib işləyirəm. Dostlar, 20.000, 15.000 manat dəllallara verib pulunuzu batırmaqdansa və o qədər pulu verməkdənsə, baxın, oturun. Baxın, məsəl üçün Azərbaycanla Albaniya arasında viza sistemi yoxdur. Yəni Azərbaycanla Zənzibar arasında viza sistemi yoxdur. Bu ölkələrə siz vizasız gedə bilərsiniz. Burada nədir? Məsələ, siz Albaniyaya bileti alırsınız İspanya üzərindən. Yəni Pasatkana, İspanya, İtalya, Polşa və siz düşdüyünüz müddətdə çalışın bileti arasını çox alın. 5 saat, 4 saat Pasatkana. Siz İspanya'da deyəlim gəldiniz, Albaniya uçursunuz. İspanya'da düşən kimi qabağınıza keçən aeroportdakı polisə mən qaçqınlığa gəlmişəm deyib təhvil olursunuz. Və həmin ölkə, fərqi yoxdur, İspanya, İtalya, Polşa və digər ölkələr sizin işinizə baxmalıdır. Yəni sən kimsən, niyə gəlmisən, geri devlətinə qayıtsan səni nə gözləyir? Dostlar, budur rahat yol. 10.000, 15.000, 3.000, 5.000 vizan pulunu qaldırıblar. Dədələrin də qiymətini qoyublar üstlərinə. Bu dəllallara pullarınızı verməyin. Çox adamın da pulun atırlar. Yəni mən burada ailələrlə tanış oluram, Azərbaycanlılarla. Və görürəm ki, onların başına nə oyunlar gətiriblər. Bu oyunların sizin başınıza gəlməməsi üçün dostlar, bu yoldan baxırsınız. Azərbaycanla hansı ölkənin arasında viza sistemi yoxdur. O ölkəyə Avropa üzərindən bilet alırsınız. Polşa, İtalya, İspanya, Andorra, Hollandiya, Belçika, Fransa, Şveysariya, Almanya, bu ölkələrə gəlməyin. Bu ölkələrdə aeroportda çıxıb və ya aeroportda təslim olmaq şansınız olmayacaq o qədər də. Fransada olar, İtalyada olar. Amma Belgiya, Hollandiya, Almanya, İsveçrə, Avstriya, bunlara qəti getməyin. Orada azul sistemi çətindir. Və beləliklə dostlar, siz biletinizi alırsınız, gəlirsiniz, düşdüyünüz ölkənin aeroportunda təslim olursunuz. İngiliscə və ya Almanca tərcüməçidən çevirin, saxlayın əlinizdə. Yaxınlaşdığınız polisə bunu göstərin və sizə ev veriləcək, eşik veriləcək, pul veriləcək, qaçqın kamplarına göndəriləcək. Rahat. Burada dövlət insana qayğı göstərir. Uşaq pulunuzu verəcək, uşaqlarınızın pampersini, süt pulusunu verəcək, hər bir şeyin verəcək. Bura gəlib insanların, xoşbəxt insanların içində yaşamaq.